Sabahınız xeyir. Bugün sizler için olimpiyadalara hazırlıq üçün qəbul güzəşt imtahanı suallarından izah verəcəm. Gəlin baxaq. 6'nın üstünə 1 gələndə 7 edir. 9'un üstünə nə gəlsəm 7 edir. Artıq burada düşünməlisən ki, 9'un üstünə nə gəlsəm 7 olmur da. Deməli bu 17'dir. 7 yazılıb, bir yadtası bura verilibdir. Avtomatik biz bilirik ki, 17'dən 9 çıxanda nə edəcək? 8 etmiş olacaq. 8'in üstə 1 gələndə 9, burada asandır. İndi bizə bunda kvadratın yenə 8, 3 bucaq yenə 9, 8 və 9'un cavab eləyəcək 72. 72 yazıb tez cavaba qaçmayın. Məsələn, ardından oxuyun. 2 qatı deyir. 72'ni 2'yə vuranda 144 etmiş olur. Keçək növbəti suala. 305'dən əvvəl və sonra gələn tək ədədlərin cəmi. 305 deyəndə, şagird əvvəl deyəndə 304, sonra deyəndə 306. Gəlin baxaq, onun amma tək söz deyir. 304 ilə 306 cüt ədədi olmaz. Onda 304'dən əvvələ baxırıq. 303. 303. 306'dan sonra gələn 307. Tək ədədlər bunlar da toplayanda bunlar da 610 etmiş olur. Deməli, 2 dairəm aşağıdakını verir. 153'ün üstə 200 gəlin 353. 203 ilə 305'i toplayanda 508. 353 ilə də 508'i toplayanda 1 yazırıq, 1 yadda. 6, 861 C variantı. Növbəti suala keçək. Hansı misal əlverişli suallar hesablanmamışdır? Baxıram ki, 137 ilə 13'ü toplayanda bir onluğa tamamlanır. Aha, bu düzdür. Baxıram, burada 4 ilə 26, aha, əlverişlidir. Üstünə də 70 gəlib, bu da əlverişlidir. Burada 23 ilə 27 olacaq. Aha, burada da elə eləyibdir. Üstünə də 600 gəlibdir. Fikir vermək ki, onluğa tamamlansın. Baxıram, burada necə olmalıydı? Baxın. 148 ilə 52 toplanmalıydı. Sonra üzərinə 13 gəlməliydi. Niyə? Çünki 8 ilə 2'ni toplayanda son 0. Bir onluğa tamamlandı. Yəni onları toplamaq asandır. Yuvarlaq bir rəqəm almış olacaq. Deməli, səhv cavab D variantı olmalıdır. Baxaq. Demək ki, modelə uyğun çıxan neçədir? Çıxılan neçədir? Bunun üçün əvvəlcə komponentləri bilməliyik. Azalan, çıxılan, fərq. Bizdə ümumi rəqəm neçədir? 336. Çıxdığımız üstündən xətt gedir. Bir dənə yüzlük çıxıbdır. Bir dənə onluq çıxıbdır. 3 dənə də təklik çıxıbdır. 113 çıxıbdır. Bizim fərqi soruşmur, bizim azalan soruşmur. Çıxılanımız 113'dür, doğru yazıbdır. Keçək ədədləri artan sırayla düzüldüyü ardıcıllığı. Artan, yəni kiçikdən böyüyə doğru gedir. Aha, baxırıq ki, bura baxaq, elə variantdan birbaşa baxaq. Burada bu pozur. Burada bu pozur. Elə C variantı doğrudur. AB'nin cəminin 2 qatını tapın. Baxaq. 4'ün üstə nə gələndə bax. A üstə gəl 4. Bu əgər tiplilər tapa bilmirsinizsə belə fikirləşin. 4'ü nə üstə nə gəlsəm son 0'la bitər. 10 eləyər də bu. Deməli 6'dır bu. 6'ın üstə 4, 10 bir yadda. 1 ilə 5 toplayanda 6. 6'ın üstə nə gəlsəm, bax 1 yadda var, 5 gəlib, üstünə də B gəlib. Bu tiplər tapanda şagirdlər bir də görürük çətinlik çəkir. Belə olan halda düşünün ki, bu 4 deyil də 14'dür. 1 ilə 5 toplayanda 6. 6'ın üstə nə gəlsəm 14 eləyər 8. B də oldu 8. A ilə B-ni tapdım. Deyir ki, A ilə B-nin cəminin 2 qatını tapın. Yəni A ilə B-ni toplayacağıq 6, 8, 14. 14'ün də 2 qatı
28. A variantı doğru yazılıb. Keçək növbəti tapşırığa. A, B-nin cəminin 12 olarsa verilmiş misalda cəm neçədir? A ilə B-nin cəmi nədir? 12-dir. Bax, bizdə burada nədir? B üstəgəl A üstəgəl 6 sual işarəsi qoyulub, eləmi? Biz bilirik ki, B ilə A-nın cəmi 12, 12-nin üstə 6, 18. Bura 8 yazırıq. 8 yazırıq, 1 yaddanı veririk bura. Yenə A, B, C'miz 12-dir. Və 1 üstəgəl A üstəgəl B üstəgəl 3. Buranı bilirik 12-dir, düzdür. 1 də gələndə 13, 13-ün üstü 3, 16. 6 yazırıq, 1 yaddan. Keçirik növbətisinə. 1 ilə 2-nin toplamı 3, 1 yadda vardı 4. 468 A variantı. Keçək növbəti suala. 2-dən neçə çıxsam 4 eləyir. Burada deməli 1 yadda götürüb 12-dən 4 çıxanda 8 qalır bura. Bunun yerinə 1 qaldı. 1-dən 1 0. Nə istəyirdi? Kvadrat istəyirdi. 8-i qoyduq. Çıxanda da 17-dən 8 çıxanda 9. Bura 8. Bura 989. A variantı. Hansı misalda verilmiş iki toplamın ancaq yeni onluq yaranmıştır? Ancaq yeni onluq, bir dənə onluq yaradıbdır. 8-5 bir yadda onluq yaradıbdır. Burada eyni zamanda yüzlük də yaranıb, ola bilməz. Yəni, həm onluğa yadda verib, həm yüzlüyə 9-dan 4 bir onluq verib. Burada yenə yüzlük də olub. Bir yadda verib. Yenə burada da yüzlüyə bir yadda veribdir. 9'un üstə 1, 10, bir yadda. 2 ilə 6, 8, bir yadda var, 9. 2 ilə 1'i toplayanda 3. Burada görürsünüz yüzlüyə onluq verməyibdir. Sadəcə onluq, yeni onluq yaranıb. Vəssalam. Deyir ki, misalın cavabını seçin. Asandır bu da. 8, 7, 378. Variantlarda baxırıq. 378 hansıdır? B variantıdır. 7'nin 8 qatından 4 vahid böyük. 7'nin 8 qatı 56. 56'nın 4, 60. Bu da asan bir sualdır. Baxırıq. 7'nin üstü 3 gələndə 10. 10'u vururuq 4'ə 40. 40'ı bölürük 5'ə 8. 8'i bölürük 2'yə 4. A variantıdır. Baxaq buram. Deməli. Tərəzin bu gözünü istəyir, eləmi? Bax, bu gözündə var 140, 130, 385 bərabər. Digər gözündə sual işarəsi qoyub və 316 qoyubdur. Belə olan halda nə edirik? Tərəzinin sol gözünü toplayırıq. 270'in üstə də 38 gələndə bu 330, 385'dir. Deməli 270 üstə 385. Bunu da toplasam 5. 15 bir yadda. 5 bir yadda vardı 655. İndi buradan 3'ün cəmi 655 oldu. 316. Belə olanda nə edirəm? 316 655'dən 316 çıxıram. 15'dən 6 çıxanda 9, bu da 4 qaldı. 4'dən 1, 3, 6'dan 3, 339. A variantı. Keçirəm digər sonra. 246'nın üzərinə 30 onluq 70 təklik. 30 onluğum neynir? 30 onluq. Onluq deyəndə 1 0 gəlik. 300. 70 təklik. Təklikdə heç nə eləmirik. Olduğu kimi üstdən gəlik. 370. 246 ilə 370 toplayanda 0, 16, 6. 4'ün 7, 11 bir yadda. 5 bir yadda vardı 616. Cədvəl məsələsidir. Bizdən bu sual işarəsini soruşursa, bu xananı tapmaqdan ötürü bunun üzərində duran, sütunun üstündəki duran rəqəm nədir? 122. Sətr üzrə nədir? 236. Bunlar toplayırıq. 2 ilə 6'ın toplamı 18 bir yadda. 2 ilə 3'ü toplamda 5 bir yadda vardı 6. 2 ilə 1'i toplamda 368.
Hesablayarkən mən niyə bir yadda verdim orada? Bir yaddası yoxdur. 358 B variantı. Keçək növbəsinə. Nə istəyir? Hansı müqayisə yanlışdır? 9 əfə 7 63, 100-dən 37 çıxanda 63. Doğrudur bu. Baxaq, 6 və 6 36. Bunları da toplasam 81. 81 böyükdür, bu da doğrudur. Çıxsam 30, vursam 48, 48 böyükdür, doğrudur. Bu 10, bu da 10, bərabərdir, doğrudur. Bunları toplasam 60, 77 eləyir. 3-dən 10'um 30, 77 böyükdür. Yəni bu səhvdir. 5-ci sual səhvdir. Keçək bura. Belə olan halda nə edirik? Deməli 5 dənə ulduz var. Toplayıb 5 dənə ulduzu. Tərəzi məsələlərini anlamayanlara aiddir. Tərəzinin sol gözündə 5 dənə ulduz və 12. Bu tərəfdə bərabərdir 42. 5 dənə ulduzu özümdə saxlayıram. 42-dən bu artıq olan rəqəmi çıxıram. 5 dənə ulduz bərabərdir 30-a. 30-da bölürəm 5-ə. Eləyəcək nə? 6. Deməli hər ulduz nəymiş? 6 imiş. Açıq sualdır. Asan sualdır. 6 və 7 42. Nəticələrini uyğunlaşdırırıq. Bura 42, bura 56, burada 81. Keçirəm bu tərəfə. 12-dən 6 çıxanda 6, bu da qaldı 9, 39-dan 34 çıxanda 56. Deməli bu bura birləşəcək. Çıxsam 81 eləyir. 81-in də bura birləşir. Burada 42 eləyir. Bura birləşəcək. A variantı. Keçək növbəti sualımıza. Deməli 7 ilə 5-dən 24 alınıbdır. 7 ilə 5-i toplayıram. 12, 12-ni 2-yə vuram 24. 6 ilə 8 toplam 14, 14 2-yə vuram 28. 3 ilə 6-nı toplayıram. 9, 9 da 2-yə vuram 18. İndi 4 ilə 5-i toplayıram. 9, 9 da 2-yə vuram 18. Digərinə baxaq. Deməli 3, 1, 315-i rəqəm, ədəd kimi görmürəm, rəqəm kimi görürəm. Bunları yəni toplayıram. Toplayanda eləyəcək 4-ün üstə 5, 9. 3 ilə də 4-ü vururam bir-birinə, eləyir 12. İndi 9-dan da 12 neynəsəm 21 alınacaq. Keçirəm bunu toplayıram. 7, 7-nin üstə 3, 10. Bunları vuranda 8. 10-dan da 8 toplandı, 18 toplayıram. 16. Bunları vururam. 12. Toplayanda 28. Yine 2, 3, 4'ü toplasam 6, 6'ın üstü 3, 9. 2 ile 5'i vursam 10. 10 ile 19'u toplarım 19. Aha, burada baxırıq. Deməli 5 ilə 7-ni toplayıram, 6 çıxıram. 2 ilə 9'u toplasam 11, 11'dən 4 çıxanda 7. 3 ilə 8'i toplayıram 11, 11'dən 8 çıxanda 3. 4 ilə 2'ni toplayıram 6, 6'dan da 4 çıxanda 2. Burada şagirdimiz düz yolla getməyibdi, axırda da səhv cavabı alıbdı. 6'dan 4 çıxanda 2. A variantı olmalıdır. Baxırıq şəklə verilənlərə görə 4-cü yerə neçənci iştirakçı çıxıbdı. Ən hündürdə duran 1-ci yerdir. Ondan sonra 2-ci yer, ondan sonraki 3-cü yer, 4-cü yer, 5-ci yer, ən aşağıda duran isə 6-cı yerdir. 4-cü yerə çıxan bizim birinci şagirdimiz A variantı. Keçək növbəti suala. Sual içərisində hansı rəqəm yazılmalıdır?
6 ilə 5 toplayıb 11, 5 ilə 7-ni toplayıb 12, 7 ilə 3 toplayıb 10. İndi biz də yuxarını toplayacaq da 23 ilə 22-ni toplayanda 45. Bu asandır. Deyir ki, B ilə B-ni toplayanda 16. Sən düşünməlisən 16 nəyin 2 qatıdır? 16-nı 2 ilə bölsəm 8. 14 nəyin 2 qatıdır? 7. İndi 12-nin üstə 8, 20, 20-dən də 7 çıxanda 13. Bu da asanlıydı. Böyle bir ardıcıllığımız var. 2 rəngə bölünübdür. 7, 13 və 19. 7-nin üstünə 6 gələndə 13, 13-ün üstə 6 gələndə 19. 6 artır. 6-ın üstə 6, 12, 12-nin üstə 6, 18, 18-nin üstə də 6, 24. Bu da 6 artır. Bizdən sual işarəsinin yerinə 18-i soruşur. Baxaq. Nə deyir burada? Şagirdimiz yazıb 2-nin üstə 8. Ya 2 dəfə bunu vurubdu 8. 8-in üstə 6, 12. Bunu vursam 6. 6-nın üstə 4. Yox, burada olmur artıq. Bəlkə burada toplama yazmalı, səhv yazıbdı. Yəni, toplayıb 6, 6-nın üstə 6, 12. Yəqin çaşıbdı. 5, 5-in üstə 4, 9. 9-un üstünə 5, 14. Onun üstə də 8 gələndə 10, 8, 70 oldu. 6 və 9-un 54. 9 dəfə 8-im 72. Bunları da toplasam 126. Aha, doğru yazıb. Açıq sualdır bu. Cədvəl məsələsidir. Baxaq. Deyir ki, 3 ilə 9-u toplayanda 12 eləyib məsələsi üçün. 5-in üstə 9 gəlib 14 və s. Bizə hansı sual işarəsi verirsə, onun durduğu yerə baxırıq. Başında duran rəqəm sütun üzrə 5, sətr üzrə 5. 5 ilə 5 toplayanda B olacaq 10. İndi A-ya baxıram. A-nın başında duran rəqəm 7. Sətr üzrə də 7. 7 ilə 7 toplayanda 14. A-da 14 oldu. Toplayıram 24. 24-ün üstə də 28. 24 ilə 28-im 52. Variantda baxıram C variantı. 32-ci suala baxaq. Nə deyir? 7 ilə 8-dən 12 alıbdır. Deməli, 7 ilə 8-i toplayıram 15. Sonra bunları 1 ilə 5-i ədəd kimi, rəqəm kimi görürəm. Vururam 2-yə. 12. 5 ilə 9-u toplayanda eləyir 14. 1 ilə 4-ü toplayıram 5. 5-i də 2-yə vuranda 10. 7 ilə 4-ü toplayıram 11. 1 ilə 1-i toplayıb 11-i 1 ilə 1-i toplayıb 2-yə vuranda 4. İndi 4 ilə 6-nı toplayanda 10. Həmin onda 1 ilə 0 toplayıram 1. 1-i də 2-yə vuranda 2. D variantı. Burada saymamız 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29. Bu asan sualdır. Yəqin ki, hamı bunu edə bilər. Burada nə edir 34-də? 2 ilə 4-ü vursam 8, 8-dən də 4-ü çıxsam 4. Hə. Demək, bunları öz aralarında vururam. 8-dən 4 çıxıram 4. Bunları vuranda öz aralarında 35, 35-dən də 7 çıxanda 28, 8, 6, 48, 48-dən 3 çıxanda 45, 6 və 7, 42. 42-dən də 6 çıxanda 36. A variantı. Keçək növbəti suala. Deməli, burada 35-də nə edirik? Bu ikisini toplasam 3 ilə 4'ü 7, 7'den 5 çıxsam 97'ni toplasam ortadaki rəqəmi çıxsam neyəcək? 16, 16'dan 15 çıxanda 11. 6 ilə 4'ü toplasam 10. Ondan da 2, 8. 2 ilə 8 toplayıram 10. Ortadaki 0'ı çıxıram 10. B variantı. Keçək 36-cı suala. 36-cı sual. Deməli 6, 2 və 7.
Sonra ortadakı 2'ni çıxıram. Eləyəcəyinə 13. Baxın 4 ilə 9'u toplasam 13 eləyir. 49 yoxdur. Bunu toplayanda 13 eləyir. Baxaq. 5, 1, 7 topla. Ortadakı rəqəmi çıx. 12 eləyəcək. 4 ilə 8'im 12. 8, 6, 3. Ortadakı rəqəmi çıxaq. 11. 2 ilə də 9'u toplayanda 11 eləyir. İndi 9, 6, 1. Topla 6'nı çıxaq. 16, 16'dan 6 çıxanda 10. İndi variantlarda baxıram. Nəyin cəmi 10 eləyir? Bu 4 eləyir. Bu 9 eləyir. Bu 10 eləyir. Bu da 10 eləyir. Deməli 6'dan 2 çıxırıq. 4. 2 ilə 7'ni toplayırıq. 9. 49. Deməli 5'dən 1'i çıxırıq. 4. 1 ilə 7'ni toplayırıq. 8. 8 ilə 6'nı toplayırıq. 8 ilə 6'nı çıxırıq. 2. 6 ilə 3'ü toplayırıq. 9. 29. İndi biz nə edəcəyik? 9'dan 6'nı çıxırıq. 3. 6 ilə 1'i toplayırıq. 7. Eləyir. 37. Keçək digərinə. Deməli biz burada nə edirik? 5 ilə 4'ü toplayırıq. 3'ü çıxırıq. 2 ilə 5'i toplayırıq. 4'ü çıxırıq. 9'dan 3 çıxanda 6. 7'dən 4 çıxanda 3. 8'dən 4 toplayıram. 12, 12'dən 6, 6. 2 ilə 4 toplayıram. 6'dan 3 çıxanda 3. A variantı. Keçək növbəti suala. Deməli bunu xəyalən 2'yə vursam 12. 12 ilə 5 toplasam 17. 17. Bunları da toplasam 16. Yox, olmadı. Biz burada baxırıq ki, birinci ədəd 7 olub. Deməli neçə vahid artıb? 2 vahid. İkinci ədəd 3 vahid artıbdı. Altıncısı 3, 9. Yine bunu 2 vahid artırsam 9. Bunu da 3 vahid artırsam 8. 4'ü 2 vahid artırsam 6. 3'ü de 3 vahid artırsam 6. 66. Keçək növbətisinə. Deməli 3'ü 5'e vurup 15. 2'ni 2'ye vurup 4. Toplayıp 19. 8. 10. 18. 40. 24. Toplasam 64. 2 dəfə 3'üm 6. 9 və 4'üm 36. 36 ilə 6'ım 42. 5 ilə 6'ını toplayanda 11. 11'i de 2'ye vuranda 22. Toplayanda 12. 12'ni 2'ye vuranda 24. Toplayanda 14. 14'ü 2'ye vuranda 28. Toplayanda 13. 13 2'ye vuranda 26.